Regionun nəbzi indi də Astanada vurur. Ermənistan baş nazirinin Qazaxıstan səfəri Tokayev tərəfindən təltif edilməsi təkcə diplomatik etiket qaydaları deyil, bu həm də bölgənin yeni bir mərhələyə qədəm qoymasının anonsudur. Bu dəfə diqqətlər Astanaya tikilib. Nikol Paşinyanın Qazaxıstan səfəri Prezident Qasım-Jomart Tokayev tərəfindən təltif olunması və qapalı görüşlərin keçirilməsi, xüsusilə də Zəngəzur dəhlizi məsələsi Cənubi Qafqazda yeni siyasi dinamikanın xəbərçisidir. Elə mövzu ilə bağlı danışan siyasi təhlilçilər də deyirlər ki, Qazaxıstan kimi regionda balanslı siyasət yürüdən bir ölkənin başçısının Paşinyanı yüksək səviyyədə qəbul etməsi və təltifləndirməsi təkcə ikitərəfli münasibətlərin jesti deyil. Bu həm də Astananın Cənubi Qafqazdakı proseslərə aktiv marağının göstərisidir. Tərəflərin Zəngəzur dəhlizi məsələsini müzakirə etmələri isə görüşün əsas nöqtəsidir. Zəngəzur dəhlizinin həyəti Tramp yolundan, bəlidir, yəni o yoldan birinci növbədə faydalanan elə Mərkəzi Asiya dövlətləri olacaq. İndi Azərbaycan öz demək olar ki, çıxışların Gürcüstandan keçərək Türkiyəyə və Avropaya çoxdan təmin edib. Mərkəzi Asiya üçün bu çıxışlar vacibdir və umaraq ki, göstərdi bu layihəyə Qazaxıstan müəyyən mənada Ermənistan üçün də vacibdir ki, bəli, o yol, orada xərclər özün doğrulacaq ki, daşınan yüklərin həcmi artacaq. Qazaxıstanda keçirilən bu görüş təkcə ikitərəfli və yaxud da Azərbaycan-Ermənistan münasibətlərinə deyil, ümumilikdə Türk Dövlətləri Təşkilatının gələcək logistik xəritəsinə təsir edə biləcək bir hadisədir deyə təhlilçilər qeyd edirlər.